Salam əziz şagirdlər, bu videoda sizlərlə birlikdə məhlulların bəzi suallarının izahına baxacağıq. Məsələn, baxaq məhlullardan 12-ci suala. 216 qram suya 54 qram glukoza qarışdırılarsa, alınan məhluldakı glukozanın faiz nisbəti neçədir? Burada sözü çaşdıra biləcək olan glukoza sözüdür. Yaxşı, glukoza yazın 54 qram duz qarışdırılarsa, məhluldakı duzun faizi nə qədər olur? Yəni, orada glukoza bir önəm daşımır. Suya nəsə qatılıb və qatqının miqdarını soruşur. Biz də nə edirdik? Qatqını yazırdınız yuxarıda 54 qram. Aşağıda yazırdınız ümumi məhlulun kütləsi. Ümumi məhlulun kütləsi nədir? Yəni, ümumi kütlədə suyun kütləsi üzərinə gəlsin qatqının kütləsi. Vurulsun 100, faizi tapmaq üçün. Aşağıda 216 ilə 54'ü toplayanda olur 270. Sonra 270 ilə 54 baxıram. 54'də ilə ixtisar gedir 5 dəfə. 5'də 1-i də 100'ə vuranda olur 20%. Demək, məhluldakı glukozanın nisbəti neçə faiz imiş? 20%. Bunu bildik. Sonra başqa bir suala baxaq. Məsələn, 21'ə baxaq. 300 litr 70%. Görürsünüz, yenə glukoz. 300 litr 70%li glukoza məhlulunun 120 litr dilim döndü. 300 litr 70%li glukoza məhluluna 120 litr su əlavə olundu. Yeni alınan məhlulda glukozanın faiz miqdarını tapın. İndi baxırıq, birinci 300 litr 70%li. Düstur həll edirik. Düsturdan onsuz əzbərləyib yerinə qoyub yaza bilərsiniz. Amma düstursuz başa düşə-düşə həll eləyək ki, bütün sualları həll edə bilək də. Deyir 300 litr 70%. 300 litr 70% isə 300 vurursunuz 70'ə olur 210. Demək, məhluldakı qatqının miqdarı 210 qramdır. Ümumidəki 300 qramdır. 90 qram su, 210 qram məhlul. İndi 120 litr su əlavə olundu. Su əlavə olanda biz bunu sürətə əlavə eləmirik, çünki sürətdə ancaq qatqının miqdarıdır. Mən buna saf su əlavə edirəmsə, qatqı artmır axı. Amma ümumi kütlə artır. Ona görə 120 yazırsınız məxrəcə. Yenə bunu 100'ə vurmalıyam. Niyə? Faizi tapmaq üçün. Demək, aşağıda olur 300 ilə 120'nin cəmi 420. 420 ilə 210 ixtisar gedir. 210'a qalır 2'də 1. Onu da 100'ə vuranda olur 50%. 50%'i görürük haradadır? B variantında işarələyirik. Sonra keçək növbəti bir suala. Məsələn, 31'ə baxaq. 80 litr A faizli duz məhluluna 70 qram duz əlavə etdikdə 60 faizli məhlul alınır. İndi belə deyək. 80 litr. Əslində, burada tam olaraq litrlə verilməli deyildi. Qramla verilməli idi. Çünki litrlə, burada qramla verib, orada litrlə verib, o düz gəlmir. Burada da qram eləyək. 80 qram A faizli duz məhluluna 70 qram duz əlavə edildikdə 60 faizli məhlul alınar. A-nı tapın. Yuxarıda yenə duzun miqdarını biz tapmalıyam. Duzun miqdarı nədir? 80 vurulsun A bölünsün 100. Bu duzun miqdarıdır. Aşağıda bizdə qalır 80 qram idi əvvəl. 70 qram da əlavə olundu. 80 plus 70. Və duz əlavə olundu deyə duzunda miqdarı artıraq. Yuxarıda olur bu formada. Bunu da 100'ə vuranda olur 60%. Ondan sonra baxırıq. Başqa nə edə bilərik? 100 burada vurmadır. Digər tərəfə atsam olmalıdır bölmə. Ona görə 100'ü buradan silirəm. Burada yazıram məxrəcə. Başqa baxırıq nə edə bilərik? 70 ilə 80 toplayıram 150. Bir də bu hissədə ki, hələ ki olduğu kimi qalsın. Çarpaz vururam. 60 vurulsun 150. Bərabərdir. 100'ü bu hissəyə vuranda məxrəcdəki 100'dən ixtisar gedir. Qalır 80A. Üzərinə gəlsin. 100'ü 70'ə vuranda olur 7000. Burada da 60'ı 150'yə vurub elə yazaq. 60'ı da 150'yə vuranda olur 9000. Demək 9000 bərabərdir 80A plus 7000.
Buradan 9000 çıxılsın 7000, yəni 2000 bərabər olur 80 A-ya. A da bərabər olur 2000 bölünsün 80-ə. Bunları haradan çıxacaq? Bərabərin bir tərəfindən digər tərəfinə keçəndə əməl əksinə dəyişir də. Toplamadsa çıxma olur, vurmadsa bölmə olur, yəni bu formada. 2000-i də 80-ə böləndə, məsələn burada sıfırları ixtisar getdi, qaldı 200 böl 8. 200 də 8-ə böləndə olur 25. Demək A 25 imiş. A-nı tapın 25%. Bunu bildik. Sonra növbəti bir suala baxaq. Məsələn 35-ə. Kütlələri uyğun olaraq 3-2 nisbətində olan məhlulun şəkərliliyi kütlələri ilə duz mütənasibdir. Burada bir dənə 2 sözü bura düşməyib. Kütlələrə uyğun olaraq 3/2 nisbətində olan iki məhlulun şəkərliliyi kütlələri ilə düz mütənasibdir. Birinci məhlulun şəkərliliyi 15% olarsa, bu məhlulun qarşılıqlarının faizini tapın. Birinci 15% olarsa, ikinci olmalıdır neçə faiz? 10%. Niyə? 3-2 nisbətində də 3K 15-ə bərabərdirsə, K bərabərdir 5, 2K da bərabərdir 10. Demək, ikinci məhlulun faizi 15%. Sadəcə 15 ilə 10-u toplayıb 2-yə bölmürük. Niyə? Çünki bizə lazımdır ümumi məhlula qatılan şəkərin kütləsi bölünsün ümumi məhlulun kütləsi. İndi onun üçün nə edə bilərik? Onun üçün bir ümumi kütləni 100 götürək məsələn. Ümumi kütlə 100-dürsə, bunu 3-2 nisbətində böləndə 3 plus 2K 5K bərabərdir 100, K bərabərdə olur 20. Demək 60 qram bu olur, 40 qram da bu olur. İndi 60 qram 15%-dirsə, 60-ın 15%-ni tapırsa edir 9. Demək birinci məhlulda 9 qram şəkər var. Sonra ikinci məhlulun kütləsi 40 qramdır və onun 10%-i şəkərdir. 40-ın da 10%-ni tapırsa o da edir 4. Demək ümumi 13 qram şəkər varsa, ümumi məhlulun kütləsi də 60 plus 40 edir. Yəni 100. Bunu da 100-ə vuranda aşağıdakı 100-lə vurulan 100 ixtisar gedir, qalır orada 13. Demək 13% şəkər olmuş oldu. Yəni 2 məhlul qarışdıranda oldu 13%. Sonra gələk növbəti bir suala. Deyir 6-da biri yod olan 150 litr yodlu suya nə qədər su əlavə edilməlidir ki, alınan yod məhlulunun 1/10-ni boşaltdıqda qalan məhlulda yodun faiz göstəricisi 12,5% olsun. İndir 6-da biri yoddur. 6-da biri yoddursa 150 litrdir. Demək bunun 6-da biri daha doğrusu 25 litr yoddur. Ümumi məhlulda 150-dir. İndi bizə nə maraqlıdır? Biz buna deyir nə qədər su əlavə eləməliyik ki, sonradan bu məhlulun müəyyən hissəsini boşaltdıqda faiz 12,5 olsun. Yadda saxlaya bilərsiniz ki, məhlulun müəyyən hissəsini boşaltdıqda və ya məhlulun müəyyən hissəsinin üstünə eyni məhluldan əlavə etdikdə onun faizi heç cür dəyişmir. Yəni əvvəlcədən elə bu 12,5 olur ki, bunun məhlulun müəyyən hissəsini boşaltdıqda yenə 12,5 qalır. Və məhluldan suyu çıxarsa dəyişər, faiz artar. Yodu çıxarsa faiz azalar. Amma məhlulun özünü döktükdə eyni nisbətdə su və yol getdiyi üçün oradakı faiz nisbəti dəyişmir. Yəni bizə hal-hazırda lazımdır ki, burada 150-nin üstünə su əlavə edirik, yalnız məxrəcə yazırıq. Neçə əlavə edib bunu 100-ə vursaq, olar 12,5. Bunda nə edirdik? 100-ü dedik, burada vurmalı deyə silib bunun məxrəcinə yazırıq. Sonra çarpaz vururuq. 25 vur 100 bərabərdir 150 plus x vurulsun 12,5. 12,5-dən 25 ixtisar gedir, qalır 2. 200 bərabərdir 150 plus x. Oradan da x tapırsınız ki, x bərabərdir 200 çıx 150, yəni 50. Demək x olur 50. O da görək hansı variantdadır? C variantda. İşarələyirik, keçirik 44-cü suala. Deyir m litr spirt ilə k litr su qarışdırıldıqda alınan məhlulun spirt nisbəti 40% olur. Əgər m böl 5 litr spirt ilə 2k litr su qarışdırılarsa, bu zaman alınan məhlulda spirtin faiz dərəcəsi neçə olar? Bu kimi misallarda düstursuz maksimum həll etməyə çalışırıq. Ən rahat yolunu edə bilərsiniz. Yeni ədəd qoya bilərsiniz. Məsələn, m litr deyir. M litr spirt deyir.
K litr deyir. Su qarışdırıldığı zaman məhlulun spirt nisbəti 40% olur. Ona görə spirti ilə 40 götürək. Suyu da 60 götürək ki, 40 bölünsün 40 plus 60, yəni 100 olur 40%, düzdür? Ona görə suyu 60 götürdüm, spirti 40 götürdüm. Deyir, əgər M böl 5 litr spirt ilə 2K, yəni suyun 2 qatı, spirtin 5də 1-i. Spirt 40 götürmüşdüm, 5-ə bölürəm olur 8. Su 60 götürmüşdüm, 40 plus 60 değildi. Suyun 2 qatını götürəcəm indi. Spirti götürdüm 8, suyu götürürəm 120. Olur 128-də 8. Bunu da vururuq 100-ə. Sonra baxırıq. 128-dən 8 ixtisar getməlidir. Elə 8-ə ixtisar gedir. Neçə ixtisar gedir? 16 dəfə, düzdür? 100-ü də 16-ya bölməliyik. İndi 116-ya böləndə baxırıq neçə alınır? Bizdə qalır 100 böl 16. 100-ü 16-ya böləndə alınır 6,25. O da görək hansı variantdadır? D variantında işarələdik. Keçirik növbəti suala. Məsələn, növbəti neçəyə baxaq? 52-yə baxaq. 450 qram 30% duz məhluluna neçə qram su əlavə edilməlidir ki, 25% duz məhlulu alınsın? Demək, 450 qram 30%-li. 450 qramın 30%-ni tapırıq. 450 qramın 30%. 450 vurulsun 30 bölünsün 100. 100-lə 30 ixtisar gedir 10-a. Sonra 10-dan 450 10-a ixtisar gedir, qalır 45. 45-i vurursunuz 3-ə, alınır 135. Demək, 135 qram duz var. 135 qram duzdur. Ümumidə 450 qram ümumi məhluldur. Bir neçə qram su əlavə edilməlidir. Su əlavə edəndə biz demişik ki, ancaq məxrəci əlavə edirik. Bir neçə qram su əlavə edilməlidir ki, olsun 25%. 25% nədir? %25 olsun yəni. Sonra buradan çarpaz vururduq. 100 vurulsun 135 bərabərdir 25 vurulsun 450 plus x. 25 ilə 100 ixtisar elədik. Qaldı 4. 4-ü vururuq 135-ə. Bizdə demək neçə alınır? 540. 540 bərabərdir 450 plus x. Oradan da x alınacaq 90, düzdür? Bizdən elə x lazım idi. Demək 90 qram su əlavə eləsək alınır. Bir də 54-də də baxaq bu mövzudan və bu günlük kifayət edər. Jalə tünd kofe ilə dolu stəkanın 4də 1 hissəsini içdi və içdiyi qədər süd əlavə etdi. Sonra alınan kofenin 5də 1-ni içdi və əvəzinə süd əlavə etdi. Daha sonra alınan kofenin yarısını içdi və yenə əvəzinə süd əlavə etdi. Jalənin içdiyi kofedə südün hissəsinin nisbətini tapın. Birinci götürək ki, 100 qram deyək, bunda kofe olsun. 100 qram deyək, təmiz kofe içir. Bu kofenin 4də 1-ni içib. 4də 1-ni içdiyi qaldı 75 qram kofe. Və yerinə süd əlavə edib. Yəni artıq 100-ü də axı 4də 1-ni içdi, yerinə süd əlavə elədi. Yəni oldu 75 kofe, 25 süd. Sonra alınan kofenin 5də 1-ni içdi. Yəni yenə bu 100 qramdır. Bunun 5də 1-ni içir. Yəni bunun 5də 1-ni içirsə, bu dəfə 5də 1-i həm 75-in 5də 1-ni çıxırsa, həm 25-in. Çünki alınan maddənin, məhlulun 5də 1-ni içir. Bu südün və ya kofenin 5də 1-ni artıq içmir. Ümumi məhlulun 5də 1-ni içir deyə bunun ikisindən də 5də 1 çıxırıq. Yəni 15 qram buradan kofedən gedir, qalır 60. 5 qram da süddən gedir, qalır 20. Əvəzinə yenə süd əlavə etdi. Nə qədər etmişdi? 80-dir, 100-ə tamamlamalıdır da. 20 yenə süd əlavə edəcək, olacaq 40-ın 60-a. Daha sonra alınan kofenin yarısını içdi və yenə süd əlavə etdi. Yenə bunların yarısını çıxıram. 60-ın yarısını çıxanda 30 qalır, 40-ın yarısını çıxanda 20 qalır. Və yerinə yenə deyir, süd əlavə edib. 50 qram içmişdi axı, 50 qram da süd əlavə edəndə olacaq 70, burada olacaq 30. İndi deyir, içdiyi kofedə südün hissə nisbətini tapın. İndi sonda alınanda deyir, nə qədər süd var.
Yəni burada cavab bu formada alınır. Süd olur 70, ümumi olur 100. Burada da baxsaz nə alınacaq? 70%. Və ya ixtisar eləsəz 20-də 14. Burada görsəm variantlarda yoxdur. Niyə variantlarda yoxdur? Variantlarda yüngül var, biraz xəta var, ona görə variantlarda yoxdur. Amma hesablasanız görərsiniz ki, bizim hesabladığımız kimidir. Yəni 70% çıxır. Bununla da bugünlük izahını dedik. Sonuna çatırıq. Sağ olun, gələn izahlara dək.